Dəyərli müəllimlər, bir daha hər birinizi salamlayıram. Məlum olduğu kimi bu illəri də təhsildə inkişaf və innovasiyalar üzrə 10-cu qrant müsabiqəsi sənədləri qəbulu elan edilmişdir. Bir çox müəllimlər, o cümlədən vaxtı ikən mən də qranta necə müraciət etmək lazımdır, nələri hazırlamaq lazımdır, çox böyük çətinlik çəkirdim və hər bir yardıma açıq idim ki, kimsə mənə bir kömək olsun, dəstək olsun. Bu təhsil ilə bağlı verilən qrant nədir, əhəmiyyəti nədir? Onun haqqında olacaq. Əldə etdiyim müəyyən qədər təcrübə var. O təcrübəmə dayanaraq istəyirəm ki, mən də yeni başlayan, heç bir anlayışı olmayan, hətta başlayıb da çətinlik çəkənlər üçün bir dəstək olsun. Bu baxımdan bu təlimə başlayırıq. Təlimin mahiyyəti neydən ibarətdir? Qrant layihəsi nədir? Məqsədi nədir? Hansı kateqoriyalar var, ərizə necə yazılır, icra planı necə yazılır, smeta necə tərtib olunur, nələrə diqqət edilir, bunlar haqqındadır. Qrant layihəsi nədir, məqsədi nədir? Əsasnaməyə baxaq istəyirsiniz.